Radionun televizyonu başlayır. Hər kəsə salam. Bugün də yenə sizə qəşəng bir mövzu gətirmişəm. Mənə travma qoyan iş yerimdən danışacağam. 2024-ün may-aprel aylarında CV atırdım iş yerlərinə. Yenə işsiz bir dönəmdəydim. İkinci işsiz dönəmimi yaşayırdım. Yəni full time iş axtarırdım. Əslində freelancer deyildim o aralar. Arada belə işlərim olurdu kiçik, amma uzun müddətli bir kontraktım yox idi kimdənsə. Rastgele bir iş yeri məni çağırdı. Elektroniks yeridir bura. Mən də bura elə-belə getdim, yəni müsahibəyə. Müsahibədə belə içəri belə girdim. Adamlar oturub belə qulaqlarında nauşnik səs götürüb də aləmə. Telefon səsləri belə səslər çıxır. Cəmaət də belə danışır. Yəni call center şöbəsinə oxşuyurdu içərisi. Amma call center şöbəsi deyildi. Məni bir dənə otağa aldılar. 2 dənə xanım idi. Və mən sonradan bildim ki, onun biri ilə işləyəcəm. Digəri isə HR imiş. Halbuki HR müsahibədə yəni qıqını çıxartmadı da. Yəni HR sən danışmalısan, dil ötməlisən, deməlisən ki, nə iş görürsən, bu nə işdir, o nə işdir. Müsahibədə maaşı 800 azayın dedim. Çox təəssüf ki 800 dedim. Gərək bilmirəm, biraz yüksək deyərdim və orada işlədib ki, düzəlməzdim. Aralıq verdim, dedim yəni 800, 700-800 olar. Halbuki gördüyüm iş 7000-8000 aralığıdır. Biz bunlardan bir dəfə də görüşdük. Bunların satış rəhbəri ilə görüşdük və freelance işləmək istədilər məndən. Mən də freelance qiymətlərimi cədvələ qoydum qabağa ki, ben falan qədər posta falan qədər eləyirəm. Story bu qədərdir, nə bilim bu qədərdir. Yəni ki, qardaş, qiymət budur. Razısansa işləyək. Baxdım ki, kəm-küm eləyirlər, çox baha eləyir sizi falan. Bunlar məndən freelance olaraq razılaşmadı. Sonra mən baxdım ki, işsizəm və iş axtarıram və vaxt itirmək də istəmirəm və burayla da danışmışam müsahibədə. Bunlara bir dənə mesaj yazdım ki, bəs mən sizlə işləmək istəyirəm. Əgər maraqlanırsınızsa mənə hə yox deyin. Bu maaşa razısınızsa gəlim sabahdan işləyim də qardaş. Və bunlar dedilər ki, hə, gəl başla. Falan gündən gəl başla. Mən də gəldim. Mayın hardasa ortaları idi, 20'ləri və 2 həftəyə may bitəcəkdi. 700 ilə başladım. Təsəvvürləyin, yəni əvvəlki iş yerimdə 800 alırdım və bura 700 ilə başladım. Yəni bu bilmirəm, bunu hansı qərarla, hansı şeylə verdim, bilmirəm. Belə düşünmüşdüm əslində ki, gedərəm 1-2 ay işləyərəm, gələrəm. Çünki 1-2 işim vardı da pulla həll olunması və onları həll eləmək istəyirdim. Ona görə işə girmək istəyirdim əslində. Yoxsa mən onu hələ gözləyəcəkdim, hələ işlərə falan baxacaqdım. İş çox stresli idi, həddən artıq stresli idi. İş çox idi və ilk dəfə də elektroniksdə işləyirdim. Əvvəl də işim çox olan yerlər olmuşdu, amma orada mənim işimin çıxacağıma yaxın işlər çoxalmışdı. Yəni, amma burada belə idi ki, mən gələndən iş konkret. Yəni, başım mənim ayağım hər yerə düşərli deyəsəm. Hansı iş yerə ki gəlirəm, ya da yaxud da hansı kafeyə ki girirəm, orada cəmaət çoxalır, alver çoxalır. Dalımca alveri gətirirəm elə bil. Mən gələn kimi də bir dalbadal açılışlar oldu. Və filial açılışlarına bilirsiniz ki, yəni o qədər dizayn lazımdır. Yəni məndən əvvəl gələn dizaynerlərin işini gördüm kompüterdə və 1 həftə, 2 həftə işləyiblər və çıxıb gediblər. Çünki görüblər ki, iş çətindir, iş ağırdır. 1 həftədən sonra mən reflü oldum. Və mən bilirəm ki, nə vaxt ki reflüks oluram, altda yatan bir səbəb var. Nədirsə, nə mövzudursa, tərslik var bu işdə. Saxlamışam da bu dəqiqə ki, nə var 700 manat pula görə. İstəsəm çıxa bilərdim o işdən, yəni tap deyə çıxardım, başqa bir iş yeri tapardım. Daha rahat, daha sadə, daha az xaoslu bir iş yeri tapardım, amma etmədim onu. Etmədimsə də, yəni, o deməkdir ki, yəni evrən mənə nəsə öyrətməli idi orada. Ona görə mən orada qaldım. Həqiqətən də mənə çox şey öyrətdi ora. Baxdım ki, məndə getmir. Mən satış müdürünə yazdım ki, mən işdən çıxıram. Ya dedim, mənim maaşımı 1000 azayın eləyirsiniz, çünki heç 1000 azayın belə deyil deyə mənim oradakı əməyimin qarşılığı, yəni 1000-dən daha çox idi. Belə bir mesaj yazdım ona. Dedim, mən ya işdən çıxıram, əgər mənə 700 verməyə davam edəcəksinizsə, ya da ki 1000 azayın eləyin, gəlim işləyim. Belə razılaşdılar ki, okey, sizə 800 verək, digər aylarda artacaq 100. Mən də inandım. Dedim, yaxşı. Və işləməyə davam elədim və həqiqətən də 800 verildi mənə, amma ki belə verildi də 700 karta verildi, 100 manat da əldə. O 100 manatı da alana qədər, yəni saxlayırdılar 15-inə, 15-dən yox 21-inə. Hər ay 10 gün uzadırdılar vaxtı. Başa düşdünüz necə? Yəni deyirdim ki, nəyə bu qədər uzadırsınız ki bu 100 manatı? Niyə də? Yəni səbəb nədir? 100 manat puldur da. Allah 100 manat pul. Sahibkar üçün heç nədir? Bu videonu axşam çəkdim. İndi yarısını səhər çəkəcəm, lak çəkmişəm. Bir də altdan, bunu niyə dedim? Çünki o biri videomda altdan ağ geymişəm, tişört. Burada biraz sıxıldım, yarıda kəsdim, dedim səhər çəkərəm. Balonu yürürsən. Vallahi.
biraz işlədim. İşin çətinliyi bir yandan. Bir yandan da baxdım ki, mənə qarşı bir ayrı seçkilik var. Başa düşmədim əvvəl niyə belə bir şey olur. O işdə ilk yaşadığım toksik hərəkətlərdən biri həmin o satış müdürünün hərəkətləri. Satış müdürü bir dəfə bayramda məni işə çağırmışdı. 28 may desəm müstəqillik günü. Və mən də gəlmişdim. Gəldim ki, şirkətdə heç kim yoxdur. Bir mənəm, bir də müdürdür. Satış müdürü yəni. Özüm dəhşətli dərəcədə rahatsız hiss elədim bu vəziyyətdən. Çünki dəhşət belə nə bilim, çox da belə çürükçü adam idi da. Yəni bunu da elə, onu da elə, bunu bura qoyaq, onu bura qoyaq. Dedim ki, qardaş, okey də, yəni bilmirəm, yəni ki, çox belə təsəvvür edin ki, yəni bütün dizaynı, bütün biliklərimi qoymuşam qırağa və kişinin qıcı bir ideyasını ortaya çıxartmağa çalışıram. Beyin tez belə öyrəşən bir şeydir də vəziyyətə. Dedim, birdən belə tez öyrəşərəm bu tip dizaynlara və real həyatda da işlərimə yansıyar da bu. Yəni mən istəmirəm axı belə bir dizaynla ancaq işləyim. Onunla da biraz belə konflikt yaşadıq. Mən sonra dedim ki, bəs mənim mədəm sənə görə həssaslaşıb, sizə görə həssaslaşıb. Sizin o tez-tez bunu çatdır, onu çatdır dediyinizə görə stressdən dedim, bu dəqiqə mədəm yəni qastrit olub mənim. Bu da dedi ki, mən sənə neynəmişəm ki, belə olmuşsan falan, belə gülə-gülə. Bu məni vəbşə əsəbləşdirdi. Yəni, mən orada tüpürdüm ki, yəni mən gör kimdən işləyirəm də, yəni. Mən ondan sonra o insanı danışdırmadım. Satış müdürünü danışdırmadım. Digər işçilərə də dedim ki, mən bu insanla danışmayacağım, işləməyəcəm. Nə fikri varsa sizə ötürsün, siz də mənə ötürün, mən elə işləyim. Mən o insana kontakta girmək istəmirəm. Belə. Və həqiqətən də girmirdim kontakta. Onu yox sayırdım, görmürdüm. Bir neçə ay sonra da onu işdən çıxartdılar. Belə bir ay biz satış müdürsüz qaldıq biz. Ümumiyyətlə mal satan şirkətlərin çoxsunda belə bir şey var ki, orada fikri daha çox satış müdürü verir. Çünki satan insanın daha çox biliyi var ki, insanlar nəyi bəyənir, nəyi yox. Amma mənə görə bu real bir şey deyil. Yəni satış edən insan ancaq realda satışı görür, nə satır, nə satmır. Dijitalda satmağı bilmir o insan. Dijitalda onu necə satmaq, necə türklər demiş pazarlamağı çöldə satış edən insan onu bilmir, bilməyəcəkdir. Zaman keçdi, mən artıq orada 3-4 ayda işləyirdim və biz hələ də müdürsüz idik və müdürsüz olduğumuza görə də bir plan yox idi, bir şey yox idi və biraz boşluq idi açığı. Mən biraz da o müddətdə biraz öz işlərimə falan vaxt ayıra bildim, portfolyomu falan yenilədim, Behance falan ki, biraz belə, yəni boşluqdursa istifadə eləyim. Hətta kursa falan yazıldım o ara, IELTS-ə falan yazıldım. İşte dərs oxuyurdum yəni. Sonra bir müdür gəldi. Dedilər ki, başqa bir böyük elektroniksdən gəlib həmin müdür və o yerdə insanlara qan utdururmuş falan. Mən təbii ki, belə şeyləri məktəb vaxtından vecləməyən insanam. Yəni ki, kiməsə qan utdurmaq, kiməsə nə bilim, hökmranlıq eləmək, yəni belə şeylər məni qorxutmaz. Belə şeylər məni yəni təəccübləndirməz. Mənim vecimə deyil ümumiyyətlə belə şeylər. Bu təzə müdür gələndən işçilər başladılar belə fısıldamağa ki, ay nə bilim, bu müdür biraz qorxudur bizi falan bəşməkən. Mən də heç vecimə deyil də, yəni. Çünki mən dizaynerəm. Yəni müdürüm mənə nə iş ola bilər ki, dizaynerəm də. Mən elə düşünürəm. Çünki mən elə bilirəm ki, sağlam bir mühitdəyəm də, yəni. Zaman keçdi və bu müdür yavaş-yavaş mənim işlərimə qarışmağa başladı. Hətta necə qarışmağa başladı? Durdu konkret başımın üstündə. Elə ki, sileniyama söykənib başladı ki, bunu bura qoyaq, onu ora qoyaq. Mən də həqiqətən elə bir mərhələdəydim ki, deyirdim. Deyirdim ki, Aydan, yəni, xahiş edirəm, stresslənmə, sonra əzabını sən çəkirsən. Heç kəsin qozuna da olmur. Okey də, yəni nə deyirsə qoy eləyim, tək pulumu alım, bir kaya çıxacam olsun mən buradan. Beynimdə qoymuşdum ki, noyabrda çıxaram. Əvvəl vecləmirdim. Zövqsüz dizayner eləmək, hansı ki, satış müdürünün dediyi zövqsüz dizayner eləməyə əvvəl vecləmirdim, vecimə almırdım. Daha sonra baxdım ki, mən əgər belə etməyə davam etsəm, çünki 4 ay falan da orada işləyirəm, 4-5 ayda işləyirəm və mən portfolyonu yeniləmək ərəfəsindəyim də, yeniləyirəm portfolyo. Çünki yavaş-yavaş da CV-lər göndərirəm, yəni ora-bura və yaxud da yeni vakansiyalar görürəm, həvəslənirəm, deyirəm, burada atım, orada atım. Yəni, böyük şirkətlərin vakansiyası da. İşlədiyim işlərin hər hansı birini mən portfolyoya qoya bilmirəm. O mənə çatdı. Bir gün belə dam elədi mənə ki, heç birini portfolyoya qoya bilmirəm. Çünki o qədər bərbad bir zövqdə etmişəm ki, onları. Çünki deyiləni etmişəm axı. Mənə deyilib ki, bunu bura qoy, bunu bura qoy, bunu da bura qoy, arxaya da bir dənə filan rəngi ver. Mən də məcbur elə eləmişim. Çünki eləməyəndə günüm qara olurdu. Mən onların dediyi dizaynı etməyəndə başımı xarab edirlər. Mən evə gedənə qədər, çatana qədər bunu düzəlt, bunu dəyiş, bunu şey elə. Saat 12-dir, gecə 10, 11, 12-dir. Deyirlər ki, bunu dəyiş.
istirahət edim deyə evdə onlarla kontakta girməyim deyə onların üzünü o qədər görmüşdüm ki, yəni iyrənirdim. Səslərini belə eşitmək istəmirdim də. Məcbur olaraq dediklərini eləyirdim. Dedim ki, cəhənnəmdə qoy elədim. Ama o qədər elədim ki, baxdım mən portfolyoya bir dənə düzəməlli iş qoya bilmirəm. Dedim bu böyük bir problemdir bu. Mən 5 aydır bir yerdə işləyirəm və mən 5 aydır işlədiyim yerdən bir dənə düzəməlli bir iş yoxdur ki, iş ortaya çıxarda bilməyiblər ki, mən onu qoyum portfolyoya. Bunların dediği dizayn eləyirdim, amma portfolyo qoyanda o dizaynın masterini yükləyirdim özümə. Evdə gəlib onu təzədən redizayn eləyirdim, təzədən işləyirdim. Və o versiyanı qoyurdum portfolyoya. O məni çox yorurdu. Çünki mən o dizaynı dəyişirdim təzədən portfolyoya qoymaq üçün. Halbuki mən o dizaynı başdan elə yarada bilərdim də. Yəni icazə versəydiniz öz fikirlərimi qoya bilərdim ortaya. Nəysə, mənim xoşuma gəlmir bu vəziyyət və etirazımı bildirməyə başladım. İlk öncə iş yoldaşlarıma bildirdim, hansı ki məndən işləyən insanlar. Bu nə deyirdim, bu nə dizayn deyirik, yəni bunu niyə eləyirəm axı mən bu dəqiqə deyirdim və bunu səsli şəkildə deyirdim. Çünki öcə partlayırdım içimdə deməkdən. Artıq səsli şəkildə bildirirdim ki, bu nədir axı biz bunu eləyirik, niyə eləməliyik axı biz bunu deyirdim. Və dedilər ki, aydan yola ver, aydan yola. Yola vermək istəmirəm axı mən. Mən yola vermək üçün dünyaya gəlməmişəm. Qardaş, mən yaşamaq üçün, inkişaf etmək üçün, özümə nələrsə qatmaq üçün dünyaya gəlmişəm. Mən niyə hər hansı bir insanın içi rahat olsun deyə o insanın zövqü ilə işləməliyəm ki? O insan kimdir axı ki? Siz kimsiniz? Kimsiniz? O qədər müştərinin zövqünü yoxa saysın və öz zövqünü qoysun ortaya. Kimdir axı o insan? Ekspert deyil, kreativ direktor deyil, art direktor deyil. Çox belə ruhsuz, rəngsiz gedirdim, gəlirdim işə. Çünki bezirdim. Yəni self-study hər adamın eləyəcəyi bir şey deyil. Yenə deyirəm, self-study ilə öyrənmək hər adamın girəcəyi bir risk deyil. Mən bu riskə girmişəm, bunu öyrənmişəm. Özümə yəni challenge eləmişəm də və mən bunun bəhrəsini görmək istəyirəm artıq və bəhrəsini görə bilmirəm bu insanların əlindən. Yəni bəhrəsini bu insanların əlindən görmək olmur. Nə qədər yaradıcı olursan ol, o bərbad ki ortama düşürsən, o ortam səni bütün yəni həvəsini də öldürür. Artıq işimə qarşı həvəsim azalmışdı. Maaş da artmır bu arada. Maaş artmadı. Yalandan dedilər hər ay 100 manat artacaq, amma bir artmadı. Elə 800 də qaldı. Və mən bundan daha da əsəbləşdim. Çünki əməyimin qarşılığını ala bilmirdim maddi olaraq. Cəhənnəm, yəni tərifləməsəz də olar. Tərifə ehtiyacım yox idi onsuz da mənim. Onların zövqünü oturub durası deyiləm ki, bilirsiniz ki, hər hansı bir iş yerində şikayət eləyirsinizsə, səsli şəkildə o gedir çatır müdirin qulağına. Mən heç vaxt heç kəsi işinə görə yargılamamışam, nə pisləməmişəm, nə də ki söyməmişəm, nə də alçatmamışam. Mən elə iyrənc insan deyiləm. Bas mən özüm də atamın obyektində illərlə işləmişəm. 13 yaşımdan mən atamın aptekində işləməyə başlamışam. 13-14 yaşlarımda. Və mən o yaşlarda aptekdə həm yer silmişəm, həm yük daşımışam, həm pampers satmışam, yod satmışam, spirt satmışam, nə gəldi satmışam, dərman satmışam, yavaş-yavaş böyüyüb resept satmışam, reseptləri yığırdım. Yəni bilirdim dərmanları. Həm atama yemək eləmişəm, orada bişirmişəm. Yəni mən orada həm xadim olmuşam, həm satış meneceri təmsilçisi olmuşam, həm də ki sistemə falan malvuran olmuşam, əməliyyatçı olmuşam. Yəni mən əziyyəti, çətinliyi görən bir insanım. Mən deyiləm, yəni yekəxana insanlardan biri deyiləm. Oturum belə genəlim, deyim ki, onlara belə də lazımdır falan. Bunu nəyə görə danışıram deyəcəm. Həmin iş yerindəki xadimə mənə kafayı takmışdı konkret. Yəni həqiqətən takmışdı. Mən bilmirdim o insanın problemi nədir. O insan nəyə görə belə bir şey yaşayır? Həqiqətən yəni mənə çatmırdı o insan hərəkətləri. Böyük ehtimal ki, məni bir övladı kimi görübmüş və yaxud da övladına oxşadıbmış və deyibmiş ki, bu necə bir qız deyə, belə qız olmasın falan filan. Yəni bunun gözünün qabağında. Buna yəqin artıqlıq eləmişəm ki, mənim vecimə deyil, mən insanlara görə yaşayan insan deyiləm. Kim məni bəyənmirsə üzünü çevirsin və yaxud da otaqdan çıxsın, getsin yəni. Məni maraqlandırmır. Mən özümə görə yaşayıram. Bu işe ilk təzə girəndə Koxnaya getmişdim və orada əvvəl biz başqa bir filialdaydıq, sonra başqa filiala keçdik. Əvvəlki filial biraz balacaydı və Koxnaya gedəndə bir də ilk dəfə girəndə xadiməni gördüm, salam verdim. Çünki bizim əməkdaşdır da, yəni salam verdim və salam qaldı göydə uçdu. Salam alınmadı. Mən də dedim ki, okey də, yəni heç tapmadı, eşitməməzliyə qoydum. Heç yəni o qədər məşğul idim ki, o qədər işləyirdim ki də, yəni işim o qədər çox idi ki, heç vecimə belə deyildi də, yəni salamımı aldı, almadı. Mən prosto verdim də, yəni. Hərdən bir günü keçəndə salam verdim. Onda yenə almadı. Deyəsən 3-cü dəfədən nə vaxtsa verdim, almadı. Mən onda dedim ki, okey də, yəni
Bəzi insanlar ola bilər ki, salamlaşmaq istəmir. Bəzi insanlar ola bilər ki, sərhəd sevir, arada bir məsafə sevir. Bu mənim üçün çox normaldır, okeydir. Yəni problem deyil. Mən də vermərəm bundan sonra. Mən də boş verdim. Da bundan sonra dedim ki, salam vermərəm bu qadına. Yəqin rahatsız olur mən hər dəfə salam verdiyim üçün də. Çünki mən hər dəfə abidə girəndə tək oluram. Elə vaxtda gəlib düşürəm ki, gəlirəm tək oluram deyənə, səssizlik olur mən salam verəndə. Yəni topluluq içində vermirəm mən o salamı. Çünki topluluq içində versəm heç vecimə dalmaram, heç yadımda da qalmaz mən nə vaxt salam verdiyim. Amma problem bu idi ki, bu qadın başqa insanlarla çox belə cici-bacı idi, danışırdı, salamlaşırdı. Mənə gələndə salam yox idi. Mən də aldırmadım. Yəni birinci yaşıdım deyildi, ikinci marağımda deyildi ki, kimsə mənə burada nəsə negativ bəsləyir falan. Yəni mənim vecimə deyildi. Mən ora pul üçün gəlmişdim ilk aylarda ki, pulumu qazandım. Dediyim kimi də bir-iki yerə ödəniş eləyəcəkdim deyə təcili bir iş axtarırdım. Ona görə də yəni məqsədim orada pul qazanıb getmək idi bir-iki aya. Yəni çox da vecləmirdim. O insan mənə salam verdi, vermədi, dalımca danışmadı. Ondan sonra biz yeni filiala köçəndə, desəm bizim xadimə deyildi bu arada. Bizdə başqa bir qadın vardı xadimə və bu yuxarı mərtəbənin xadiməsi imiş. Bu arada 2 şirkət var idi həmin Electronics'in içində. 2 hətta 3 şirkət var idi. Hamısı bir adamın idi. Amma mən Electronics'in adına gedirdim də rəsmidə. Nəysə, yuxarıdakı başqa şirkətin bu xadiməsi idi və biz yeni filiala köçdük. Yeni filialda həm bizim xadimə oldu, həm də digər şirkətin. Çünki eyni mərtəbədə olduq həmin şirkətlə. Eyni mərtəbədə fəaliyyət göstərdik və arada bir dəhliz vardı sadəcə. Yəni ara kəsmə deyilən bir şey yoxdur. Əvvəl məsəl üçün mərtəbə idi deyənə biz çox görmürdük o qadını. Bu arada o qədər bərbad şirkət idi ki, o qədər qeyri-professional şirkət idi ki, təsəvvür edin yeni filiala köçürdülər bizi. Yeni filialda nə xaladelnik var, nə isitmə, yemək isitmə şeyi var, yəni mikrovolnovka var. Nə peç var, nə çay var, heç nə yoxdur. İyun ayıdır. Yayın çırxacırıdır. Bizi köçürdülər ora ki, bəs burada işləyin. Ay qardaş, və bu hardasa bir 2-3 həftə vaxt aldı da. Yəni biz burada ac qaldıq. Həqiqətən evdən yemək gətirirdim, yəni buz kimi yeyirdim. Soyuq yeyirdim də, yəni ki, çünki isitməyə yer yox idi. Xaladelnik işləmirdi. Tok falan hələ cihazlar alınmamışdı. Yəni şirkəti qurmadan cəmaatı köç eləmişlər ora. O qədər belə qeyri-professional, nə bilim, həqiqətən, yəni işçiləri və nə qədər sən hörmətsizlik eləyəsən ki, nə qədər sən işçivi görməyəsən ki, hələ sənin şirkətində istilik sistemi, tok qurulmayıb. Sən cəmaatı çağırmısan ora, cəmaatı isti yerindən eləyirsən, cəmaatı narahat eləyirsən. Hələ bir tərəfdən deyirsən ki, işdə, ac qarına, susuz qarına, cəmaatı deyirsən ki, işdə. Və həqiqətən susuzluqdan yanırdıq. Plasdakı tualet işləmirdi, yaydı, hamı su içir və su içib tualetə gedə bilmirdin. Bu ən bərbad şey idi. Yəni mənim orada yaşadığım ən bərbad təcrübələrdən biri idi ki, su içirəm, istidir. Mənə deyir ki, gəl işdə, şirkətə gəl işdə. Gəlmişəm, oturmuşam, işləyirəm. Su alıb içirəm, çöldən almışam ha suyu bu arada. Şirkətin suyu da deyil. Çöldən almışam. Hər gün suya pul verirəm. Suyu içirəm. Suyu çölə buraxa bilmirəm ay qardaş. Yəni işləmir. Ünitaz işləmir. Yaxşı, biz neyiniyək? Yemək, içmək, gələ sən burada əsir kimi işdir. Konkret əsir də, yəni konkret bunun adı əsirdir, köləlikdir bunun adı. Mən o çətinliyə dözdüm, o çətinliyi yaşadım. Niyə həqiqətən dözdüm bilmirəm. O anda gərək çıxardım. Heç olmasa ikinci momentdə çıxardım da mən işdən. Bu qadın da sonra gəldi ora, yəni bizim şirkətə də. Və mən niyə bu qadın haqqında danışacağam? Normalda bu qadın mənim üçün heç kimdir. Mən bu qadını tanımıram. Yəni həqiqətən tanımıram. Adını bilirəm bir tək, bir də yəni görünüşünü bilirəm. Başqa yəni bu qadın haqqında heç nə bilmirəm. Bilmək də istəmirəm açığı. Yəni 20 yaşlarda bir insan 40 yaşlarda bir insandan spor aparar. Yəni rəqabət aparar. Niyə aparasan ki? Mən hələ yolumun başındayam. Mən hələ özümü kəşf edirəm. Mən hələ özümü hər gün özümün başqa tərəfini öyrənirəm. Mən səninlə nə işimdə? Yəni başa düşdünüz necə? Qadın konkret mənə kafaya takmışdı və nə olurdusa şirkətdə hər hansı bir natəmiz bir hərəkət görürsə, deyirdi ki, aydan eləyib. Yəni köçəndən sonra yeni qaydalar baş verdi. Bir qrup açıldı bizim WhatsAppda və deyildi ki, bura təmizlik qrupudur və təmizlik qrupuna da niyəsə ancaq qadınlar əlavə olundu. Mən başa düşmürəm. Dünyanı ən çox kirlədən kişilərdir. Şirkəti ən çox çirkləndirən kişilər idi, həmin o şirkəti. Çaşkasını yumayan, çayını içib çaşkasını yumayan, stolun üstünə qoyub çıxıb gedən insanlar kişilər idi. Yeməyini yeyib boşqabını stolun üstə qoyan, şirkətdən danışıram bu arada, qoyub gedən insanlar kişilərdir. Tualetə girib əlini yumayıb çıxan insanlar yenə kişilərdir. Amma təmizlik qrupunda ancaq qadınlar var. Mən başa düşmədim, niyə?
Yəni ki, mənə çatmayacaq. Mənim vecimə deyil kim özünü təmiz saxlar, kim özünü çirkin saxlayır. Mənim vecimə deyil. Yəni mənim əgər yaxın dostum deyilsə özü bilər. Amma niyə təmizlik qrupuna ancaq qadınlar atılıb? Məni o əsəbləşdirmişdi. Bir qayda çıxdı ki, bəs tualeti 2 şirkət işlədəcək qadınlar tualetində. Xahiş edirik xanımlar, çox önəm verin təmizliyə. Çirklətməyin ətrafı. Bəs Xədimə xanım da yorulur yığışdırmaqdan falan filan. İş çoxdursa və maaş azdırsa bu mənim problemim deyil. Yəni dedim ki, bu rəhbərin problemidir. Bu şirkətə gələndə də belə bir şey oldu ki, qabları əvvəl Xədimə yuyurdu. Açığı deyim. Biz gəlirdik, yeməyimizi yeyirdik və Xədimə qablarımızı, biz qabları qoyanda tək mən qoymurdum. Bu arada mən bu şeyi özümdən eləmirdim. Baxırdım ki, bunlar eləyir. Okey, deməli ki, burada qayda belədir deyirəm və mən də qoyuram. Mən sanırım ki, burada qayda belədir. Yəni çünki bəzi iş yerlərində elə bir qayda var ki, hətta tanış ətraflarımdan soruşanda onlara kuxnaya keçməyə belə icazə yoxdur. Yəni yeməyi özləri isidir hətta xadimələr boşqabda verirlər işçilərə. Yəni kuxnaya keçmələrinə işçilərin icazəsi yoxdur bəzi iş yerlərində. Yəni hər iş yerinin öz qaydası var. Mən də sanırdım ki, burada qayda belədirsə, okey, mən də bu qaydaya uyum. Yəni mən başqa bir problemim yoxdur. Belə bir qərar çıxdı ki, fisiyo qablarınızı özünüz yuyacaqsınız falan filan. Mən yenə problem eləmədim də kişi. Yəni mən bu qadına salam vermirəm. Yəni neçə aydır salam vermirəm. Çünki açığı deyim heç yadıma da düşmürdü salam vermək. Çünki işə gəlirdim işləməyə. Ondan sonra da tez tələsik yeməyimi yeyirdim. Sonra da gəldim başqa işlər görməyə. Çünki işim həddindən artıq çox idi. Yəni dediyim kimi mənim o şirkətdə işim çox idi. Hər gün bir açılış olurdu, hər gün bir kampaniya şeydi. Qəsdən eləmirdim də, yəni onu ki, acıq eləmirdim ki, gəlim şeydi, buna salam verməyim falan. Yəni 40 yaşında bir qadınla mənim nə alıb vermədiyim olacaq ki, yəni niyə o insanla durum ben saparım da, yəni nə əlaqədə? Və bilmirəm bu qadın özündən nə uydurubsa, gedib bunu çatdırıb bizim gələn təzə HR-a salam vermir, belədir, elədir. Həqiqətən çox qəribə və mən də 25 yaşım var ha orada. İndi 26 yaşım var. Orada işləndə 25 yaşım var. Hamı da mənə ərgən deyir. Ərgənliyin yaşının hansı yaş olduğunu bilmirlər. Və o qədər qocadılar ki, özlərindən başqa hamı ərgəndir də, belə çıxır ki, yəni özlərindən başqa aşağı yaşda olan hamı ərgəndir. Və tək mən deyildim də o qadından şikayət olan həmin o şirkətdə. Nə ki, belə bir şey də vardı ki, bizə deyirdilər ki, qablarınızı yuyun. Elektronik şirkətinə deyirdilər ki, qablarınızı yuyun. Amma ki, digər bank şirkətinə deyirdilər ki, siz yuyun, sizin qablarınızı bəs həmin qadın yuyacaq, xadimə yuyacaq. Mən baxırdım ki, o şirkətdən gələn insanlar otururdu, yeyirdi, qabları qalırdı ortada və o qabları yuyurdu həmin qadın. Bizim qablarımızı yumurdu. Halbuki mən həm elektronik üçün, həm bank üçün, həm də ki, mebel yeri üçün, 3 dənə yer şirkət üçün dizaynımı eləyirdim. Mən əslində üçünün də işçisi idim. Burada əslində günah məndə olub ki, mən əvvəldən hər şeyi qəbul eləmişəm, okey demişəm və ikinci günah məndə olub ki, mən şüvənlik eləməmişəm. Haqsızlıqlara belə gözümü yumub oturmuşam, başa düşdünüz? Axırda demişəm də sözümü. Axırda deyəndə təbii ki, insanlar sənə dəli kimi baxacaq ki, bu insana nə olub ki, nə baş verir ki, hər şey normaldaq bizim şirkətdə. Günlər keçir və mən o şirkətdə işləyirəm və problemlər artır, mənə qarşı olan propaganda artır. Bilmirəm nəyə görə, niyə yaranır bu, başa düşmürəm. Və belə bir şey vardı o şirkətdə. Pox iclası. Həqiqətən, mən abartmıram. Tualet iclası deyilən bir şey var idi orada. Marketing şöbəsində işləyirdim mən. Marketinglə bağlı bir dəfə iclas olub. Təbii ki, həmin o yeni gələn marketoloq dedikləri şəxs iclası çox edib, amma ki, o iclasda da ancaq belə havadan sudan danışıb, yəni özündən danışıb, öz elədiyi xeyirpərvər hərəkətlərdən, nə bilim, orada işləmişəm, burada oxumuşam, ancaq belə özünü yəni tərifləmək üçün oturub da orada, bizdən isbat almaq üçün. Marketinglə bağlı hər hansı bir brainstorming falan eləməyib və yaxud da ki, mənə qəşəng ideyalar verməyib və yaxud da ki, qrupda olan, yəni komandada olan insanlara bir ideya verməyib. Qalanınca tualet iclası, danlanmaq iclası, müdürlərin özünü sənə belə bombayam, mən zoram, mən sənə pul verirəm işdə də iclası. Tualet iclası necə bir şeydir? Və tualet iclası hardasa bir 5-6 dəfə oldu da mən orada işləyəndə. Həqiqətən çox oldu. Məsələn, mən oturmuşam, işləyirəm. Birdən-birə mesaj gəlir telefona. Hamı gəlsin filankəsin otağına, HR-ın otağına, bütün qadınlar. Altdan oğlan yazır, bir dənə oğlan işçi. Biz də gələk. HR yazır. Yox, ancaq qızlar, qadınlar. Tualetə oğlanlar getmir, amma şaşırmıram. Oğlanlar içində saxlayır. Və biz də gedirdik. Təsəvvürün HR belə eləyirdi. Tualetə kim elə kaka eləyib?
necə yəni? Mən belə qalırdım, belə. Həqiqətən biz bu dəqiqə bu mövzunu danışırıq. Kim ora kaka eləyib deyirdi tualetə. Və mənə ən çox dəli eləyən sual, belə həmin o suala cavab nə idi? Qızlardan biri deyirdi ki, hara? Deyirdi, hara? Siz ciddisiniz, yəni həqiqətən bu mövzunu eləyirsiniz. Hara nədir? Yəni hara nədir? Yəni bizdə orada kabinlər var idi. Yəni deyirdi ki, hansı kabinə? Və sonra deyirdi ki, məsəl üçün Elçar deyirdi ki, ən axırıncı kabinə. Qızlardan biri deyirdi ki, mən heç vaxt ən axırıncıya girmirəm. Biri deyirdi ki, mən həmişə ortaya eləyirəm. Biri deyirdi ki, mən heç burada böyük bayramı eləmirəm falan. Yəni ki, ay Allah, konkret cringe-liyin dibi də. Yəni, oh my god. Oh my God. Ondan çox qadını çağırıb otağına Elçar dediyimiz şəxs və deyir ki, tualetə kim kaka eləyib? Tapaq da vay, bir iyiyə tapaq onu. Kim eləyib? Başa düşdünüz? Yəni ki sən 20'li yaşlarda, 30'lu yaşlarda qızları çağırasan ora və deyəsən ki, kim kaka eləyib və kaka eləyən əlin qaldırıb deyəcəm mən eləmişəm. Sağ bilmirdim mən bu şeylərə. Yəni mən cırılırdım gülməkdən ki. Və mən güldüyümə görə mənə şeylə baxardılar ki, niyə gülürsən ki, aydan gülməlidir. Dedim, gülməlidir də. Bu dəqiqə kampanya vaxtıdır, mən orada iş görürəm. Mən bu dəqiqə bir dəqiqəm belə qızıldı. Saat 6'dan sonra çap yeri işləmir. Saat 5'dir. Mən 6'ya qədər çap dizaynını çatdırmalıyam ki, çapa verilsin, bu dəqiqə çap gəlsin. Siz burada p***lakir edirsiniz. Və mənə də çağırmısan, mənə deyirsən ki, nəyə gülürsən? Sən gülməli yox, ağlanacaq vəziyyətdəsən ki, ey çar. Bu vəziyyəti, bu temanı gətirib çıxartmısan ofisə. Yəni, tualetdə olan şeyi çıxartmısan ofisə. Satış müdürü dedikləri təzə bir insan gəlmişdi və o qadın belə tualet haqqında iclas elədi. Deməli bir gün bizi çağırıb otağına, həmin o qadın, bütün qadınları. Ancaq da bizim otaqda olan qadınlar, yəni bankda işləyən insanları yox. Ancaq elektron ofisdə işləyən qadınları çağırıb. Mən çatmır. Yəni tualeti hər iki tərəf istifadə edir, amma ancaq elektron qadınları çirkləndirir. Və mövzu nə idi? Tualetin üstünə ayaqqabı ilə kim çıxıb? O qədər qeyri-professional insanlardılar ki, çağırıblar deyiblər ki, kim ayaqqabı ilə ünitazın üstünə çıxıb? Və uşaqlar, sonda nə baş verdi sizcə? Məlum oldu ki, tualetdə işıqları sensor eləmək üçün usta gəlibmiş. Usta da, təbii ki, kişilər bilirsiniz də, vecdən verirlər. Qadın tualetdə, kişi tualetdə, onların vecinə deyil. Usta da çıxıb ünitazın üstünə işığın lampasını dəyişib eləyib sensorlu. Yəni ki, bunu araşdırmadan, bunu bilmədən, bunu digər insanlarla soruşmadan, müzakirə eləmədən öz əməkdaşlarından cəmaatı yığıb gərginlik, stres yaratmaq cəmaatda və yabıçılıq deyə bu. Yəni sənin nə qədər qeyri-professional bir rəhbər olduğu göstərir ki, bu. Sən birinci tualetə aid iclas edirsən, ikinci məsələni araşdırmadan öz işçilərini günahkar çıxardırsan. Yəni konkret bir yabıçılıqdır da bunun adı. Üçüncü tualet iclası nə idi? Mən şirkətə də bunu bəlli edirdim, heç gizlətmirdim maskülen tərəfimi. Yəni rəhbər çağırıb iclasa. Mövzu nədir? Kim tualetdə kafelə tüpürüb? Oh my god. Və hamı da mənə baxır. Utanan bir insanam. Ümumiyyətlə mən yerə tüpürməyi şeylən deyiləm, yəni tərəfdarı deyiləm. Bu arada buradan mesaj kimi göndərmək istəyirəm. Bütün insanlığa xahiş edirəm, şəhərdə yerə tüpürməyin, ay insanlar, çox xahiş edirəm. Yəni mən bilmirəm ki, nə edeyim, şalvarımı ətəyimə qatlayıb gedirəm yol. Bütün yolu mən asfalta baxıram ki, tüpürcəyə dəyməyim. Allah haqqı, hər 2 addımdan bir yerdə tüpürcək var. Yəni bunu buradan çatdırmalıydım hamıya, çünki neçə ildir əsəbləşirəm bu mövzuya görə. Yəni iyrənirəm, bilmirəm ki, nə edeyim. Dəhşətdir. Tüpürməyin yerə. Xahiş edirəm, heç kəs yerə tüpürməsin. Amma da baxır mənə, mən də belə qalmışam. Mən də əsəbləşdim. Dedim, həqiqətən bu dəqiqə vacibdir bu məsələ. Yəni ki, məni bura çağırmısınız. Və belə də dedim. Bir dənə belə coşdu. Onsuz da yekə də qadını idi. Bir dənə belə coşdu, qalxdı, dedi ki, Aydan əlbəttə ki vacibdir, nə danışırsan? Sən anan xadimə işləsə, necə hiss eləyərdin? nə əlaqə? Yəni mən deyirəm ki, buradan task vermirsən, rəhbər. 50 dənə task vermirsən, günə 50 dənə post yığmalıyam mən. 9 saatda işləyirəm. 50 dənə post vermirsən, 50 dənə postun yarısını çatdırmışam, yarısını yox. Mən onun stresini yaşayıram. Mən deyirəm ki,
Mən işimi çatdırmalıyam. Həqiqətən vacibdir bu məsələ. Mən burada qalım. Mənə deyir ki, sən anan xadimə olsaydı, necə hiss eləyərdin? Birinci, heç kəs mənim anamın dırnağı ola bilməz. Çürük dırnağı belə ola bilməz. Oradakı qadınları nəzərdə tuturam, yuxarı yaşlı. İkincisi də ki, belə ürəyin yanır, belə canın yanır, onu göstər, onu demə. Əgər həmin qadına belə canın yanırdısa, onun maaşını artıra bilərdin, cibindən onun pulunu verə bilərdin. İclasda hay-küy salmaqla sən bomba müdiri olmadın. Sən o bomba müdürlüyü cibindən pul verərək həmin qadına dəstək olaraq göstərə bilərdin. Amma təbii ki, sən ilk olaraq məni hədəf göstərib mövzunu yayındırmağı seçdin. Təbriklər. Çox professional bir hərəkət. Mən bilirəm ki, hamısı o qadının başından çıxır, hamısı o xadimənin başından çıxır. Xadimə məni qaralayıb deyənə, hamısı onun başının altından çıxır ki, hə, bu toçun aydan eləyib, toçun aydan tüpürüb. Mən də dedim ki, əgər bu qədər narahatsızsa, tualetdə nə baş verir, nə olub bitir və bu haqqında iclaslar çox olursa, dedim, xahiş edirəm, tualetə kamera qoyun. Görün nə qədər məni məcbur elədilər ki, mən dedim ki, tualetə kamera qoyun ki, məni bura çağırıb mənim mazgə eləməyin də. Konkret qaldı mənim üstümdə də o tema ki, hə, aydan tüpürübmüş. Mən də oldum xadimələri pisləyən insan, hamıya yuxarıdan aşağı baxan insan və tərbiyəsiz bir uşaq oldum. Uşaq kimi gördülər onsuz da məni, çünki hamısı məndən yaşlı böyüydü. Yerə tüpürən tərbiyəsiz uşaq, özündən böyük cavab qaytaran. Şirkətə getmisən, pul qazanmağa, inkişaf eləməyə, ki daha yaxşı dizayner olasan, səsin ucalardan gəlsin. Gedirsən, deyirlər ki, tüpürün bura, bu bura tüpürün, tutun bunu, tutun, aydan bura tüpürün. Konkret yəni, Allah haqqı. Tanımasam deyirəm ki, məzələnliləri bizlə kamera şakası zatdır da, yəni. Mən hələ də dözürəm, amma bu qədər şeyi danışıram. Hələ də dözmüşəm, hələ də oradayam. Kenetlenmişsin kalbime! İlmek ilmek! Hadisələrdən sonra, bundan əvvəl xadimə ilə bir işim yox idi. Xadimədən nə zəhləm gedərdi, nə bir şey, yəni onunla bir işim yox idi. Bundan sonra ondan zəhləm getdiydi. Bir insan ki, 40 yaşında, 30'dan yuxarı ümumiyyətlə bir insan, və şu 30'dan yuxarı olmasın, ümumiyyətlə yaşın fərqi yoxdur burada. Yaşın böyük olur olsun, kiçik olur olsun, sən ümumiyyətlə bir insanla hər dəqiqə nöqsan tapmağa çalışırsansa, durduq yerə, boş yerə, mən heç eləmirəm, amma sən durub bir nöqsanı axtarırsansa, səndə deməli ki, psixoloji problem var. Sən getməlisən psixoloqa, müalicə olmalısan. Qardaş, hamı psixoloq gedir də bu dəqiqə. Düşünürsən uşağın yaşında qızın üstünə ki, bu qız bura tüpürür, bu qız qabını yumur, bu qız həqiqətən arada olur ki, mən qabımı yumurdu. Nə vaxt olurdu mən qabımı yumayanda? Zəng gəlirdi mənə. Aydan falan şey elə çap yerindən. Mən yeməyi yarıda qoyurdum, gedirdim işimi görürdüm və yeməyimlə qabım qalırdı stolun üstündə. Bu bunu çəkib atırdı qrupa zada ya da ki atırdı müdirə ki, aydan qabın yuma da. Ay insan, mən yeməyimi yemişəm ki, qabımı da yuyum. Yəni nə qədər insafsız bir insan olasan ki, bu şəkildə düşünəsən, bu şəkildə danışasan, bu şəkildə hərəkət edəsən. Onların WhatsApp qrupu var idi, tualetlə bağlı və o qrupa nələr atırdılar. Tualetin içini çəkirdilər, çölünü çəkirdilər, qıraqlarını çəkirdilər və yaxud da ki, tualetdə nəsə bir şey görürdülər, yad cisim də onlar üçün nəcis idi. Çəkib onu atırdılar qrupa və mən onu heç vaxt görmürdüm, çünki mən o qrupda yox idim. Dəfələrlə də mənə deyirdilər ki, ay, onu qrupa qoşul, o qrupa qoşul. Mən də dedim ki, qoşulmayacağam. Mənim telefonumda yer yoxdur. Qəsdən yalandan dedim ki, yer yoxdur. Çünki niyə qoşulum axı, niyə özümü iyrəndirməm? Bir dəfə təsadüfən gördüm onu, oradakı qrupun şəkillərini, ondakı iş yoldaşım göstərdi ki, aydan bax nələr atırlar bura, dəhşətli. Və mən də baxdım, dedim bunların başı həqiqətən problemlidir. Bunlar ya müalicə almalıdılar, ya da ki, bilmirəm. Böyük ehtimal bekarcılıqdan bu işlə məşğuldurlar. Bir dənə də tema oldu. Deməli ki, mən öcə bundan zəhləm gedirdi bu qadından. Həqiqətən nifrət edirdim və öcə salam vermirdim. Öcə bilərəkdən salam vermirdim. Çünki mənim salamıma layiq bir insan deyildi. Bu insan ki, mənim haqqımda deyir ki, tüpürü var bura. Yəni ayaqqabı ilə çıxır ünitazın içinə. Ki, o ayaqqabı axırda bilindi ki, ayaqqabı ilə çıxıb. Səbətdəki, dəmir səbətdəki şeyləri, kağızları falan götürərdi. Və bir gün gəldi bizim otağa. Mən də o vaxtda Lansibeli içirdim. Lansibelin də həmişə alırdım paçka. Kutusunu atırdım zibilliyə. Listləri saxlayırdım özümdə, kutu ilə daşımırdım və zibilli o qədər uzaqdaydı ki, uzaqdan atmışdım və görmədim ki, zibilliyin arxasında hətta şkafın dalına düşüb kutu. Mən bunu görmədim, yəni atanda görmürsən çünki bunu. Elə bilirsən içinə düşür. Çünki içində qara klök var deyə görünmür də, başa düşdü necə. Bu gəldi, bilir də ki, mən bu dərmanı içirəm. Çox əla verir mənim haqqımda hər şey, yəni hər şey bələddir mənim haqqımda. Bu gəldi, zibili götürdü, dedi ki, zibili atanda İçinə atında tərbiyəsizlər belə. Şok oldum ki, qardaş biz burada işçiyik, məktəbdə oturmamışıq. Mən dedim ki, boş düşmədim, ona danışıqdı. Belə elədim. Dedim, boş düşmədim, buna danışıqdı. Belə. Siz nə deməkdir? Yəni ki, hissdir bu, başa düşdü, bu kinayədir. Bu bir emosiyadır. Bu gülmək deyil. Bu bir dənə belə baxış atdı bizə oradan, mənə. Getdi. Yarım saat sonra mənə mesaj gəldi HR-dan ki, Aydan bir dənə otağa gələ bilərsən. Mən də gəldim otağa. Məni çox belə aşağı uşaq kimi görüb başladı ki, mən başa düşürəm, sən gəncsən falan filan. Mən heç eləməmişim o barədə.
Ben suçsuzum. Mən başa düşürəm, sən dəli dolusan, uşaqsan. Hə, mən sənə baxanda öz cavanlığımı görürəm. Mən də içimdən dedim ki, elə bir şey demə də, xahiş edirəm. Mən çünki mən sənə oxşamıram. Hamı fərqlidir, nə əlaqə? Bu da bir növ şeydir də, insanları belə sempatiya yaratmaq ki, mən də sənə oxşuyurdum, mən də sənin kimi idim falan deyirlər. Güya da indi mən güya 5 yaşım var, 25 yox 15 yaşım var güya. Buna dəqiq inanacağam. Hə, sən deyir ona gülmüsən. O oranı yığışdıranda ki, bəs bu gülmüsən, o da pis olub ki, yəni xadimə də pis olub ki, bəs mənə alçaltdı, mənə güldü ki, yəni mən bunların zibilinə yığışdırıram deyə. Mən həyatımda bu qədər sinsi bir metod görməmişdim uşaqlar. Yəni qadın gəlir bizi təhqir edir. Hələ başqa söz də demişdi, mən yadımda deyil tam. Gəlib bizi söyüşsür orada, tərbiyəsizsiz deyirsən, kimsə ki, mənə tərbiyəsiz deyəsən. Yəni, mən işçiyəm, sən də işçisən. Biz burada əməkdaşıq. Subordinasiya qaydalarına əməl etməlisən, qardaş. Və mən də belə şok qaldım. Dedim ki, mən nəyə gülmüşdüm, dedim. Cavab verə bilərsiniz, yəni mən nəyə güldüm. Deyir, bilmirəm, nəyə güldüsə bilmirəm. O deyir, ağladı, dəqiqə ağladı falan kəsin çiynindəki, bəs nə bilim, mənə gülüb, mən xadiməyəm deyilmə. Dedim, nə əlaqə? Birinci dedim, gülmədim. İkinci dedim, o bizə tərbiyəsizlik etdi. Saygısızlıq etdi. Gəldi bizə tərbiyəsizsən dedi. Bu da başladı ki, indi Aydan haqlıdır da, sən indi yerə zibil atırsan. Dedim, qardaş, mən bir özümü ifadə eləyə bilərəm, yəni bir danışa bilərəm. Elə manipulyasiya eləyib elə məni altın soxmağa çalışır ki, sən haqsızsan və sən suçlusan. Bir deyəm, bir danışaq, baxıb dedi o sözü. Ona görə əsəbləşmişdim. Yoxsa ortaya desəydim, mən heç vecim olmaz. Başını çöndərib mənə baxıb tərbiyəsizlər dedi deyənə, mən bilirəm ki, mənə soxur o sözü. Mən uşaq deyiləm ki. Dedim ki, yəni mənə tərbiyəsizsən dedi. Birincisi o, subordinasiya qaydalarını pozdu. O əslində tərbiyəsizlik etdi və bu dəqiqə mənəm bura çağırılan. Əslində o qadın çağırılmalıdır. Mən sizə deyim. O qadın bu hadisədən, yəni bu zibil teması, mən belə gülməyim temasından yarım saat sonra mən çağırıldım HR-ın yanına və mən 100% bilirəm ki, bu qadın getdi oturdu düşündü. Dedi ki, mən orada söyüş işlətdim, tərbiyəsiz dedim. Bu qızlardan hansısa gedib şikayət eləməsin məni, mən bunları üstəliyim deyib, gedib şikayət elədim. O sözü deyəndən sonra mənim heç vecim olmadı. Mən oturdum, işimi gördüm. Mən sən qədər bekar deyiləm, axı gedim onun bunun sözünü daşıyım. Məni qabaqlayıb xəbərlədi ki, müdirə ki, bəs bu insan mənə belə deyib falan. Nəsə mənim adım çıxdı ki, mən bu qadına güldüm, mən bu qadını linçlədim, tərbiyəsiz dedim və hamı da inandı bu arada, hamı inandı. Kaş ki elə deyərdim, kaş ki pis insan olardım, kaş ki yuxarıdan aşağı baxan insan olardım. Sonra bizim belə münaqişələrimiz oldu. Yəni təkbətək ondan dalaşdığım olmuyor. Ancaq o söz aparıb söz gətirdi mənim haqqımda. Mən də onun söz apardığı insanlarla mübahisəyə girdim. Dəfələrlə də istədim ki, onu alım qabağıma, deyim ki, sənin məndən problemin nədir? Amma eləmədim. Əvvəl eləmək istəyirdim, sonra yaxın oradakı qızlarla məsləhətləşdim. Onlar dedi ki, eləmə, məncə özünü çox önəmli hiss eləyəcək falan filan. Yəni məncə sən boş ver. Mən də boş verdim. Gərək eləyərdim əslində. Çünki iç səsim əgər deyibsə ki, eləyərdim. Amma məncə mənası olmayacaqdı. Bir şey dəyişməyəcəkdi mənə qarşı. Yəni mən istəmirdim o məndən mehriban olsun. Mən nə vecməyə olmasın. Yəni kim deyir mən ona mehriban olum ümumiyyətlə? Yəni Bir cəhənnəmə küssün, kimdir o? mən tanımadığım insana niyə mehriban olum ki? Məndə elə şey yoxdur da ümumiyyətlə ki, nəsə Allah, kökündən şey çıxartdım, anam cıracaq məni. Nəsə bir olay olsun, kimsə mənə işdə nəsə desin, mən onu gedim aparım müdürə dedim ki, müdür belə oldu, elə bir şey yoxdur. Amma məsəl üçün biz bir dəfə kollektiv şəkildə Xuranda yemək yemişdik bizim qızlar və çıxanda biraz münaqişə yaşanmışdı qızlarla xadim arasında. Qızlar gedib birbaşa HR-a demişdi, yəni Xuranda çıxan kimi demişdi. Toçu mən bilirəm ki, xadimə də bizim otaqdan çıxan kimi gedib deyib. Yəni ki, məni qabaqlayıb da, əslində orada günahkar olan o idi. O bizə təhqir etdi, ancaq belə çıxdı ki, mən onu təhqir etdim. Heç demirəm, yəni o şəxsləri, oradakı bütün yəni mənə əziyyət verən insanları buraxıram Evrənin qollarına. Evrən özü məşğul olacaq zaten onlarla. Yəni mən uşaqlıqdan evdə gəlib heç vaxt problemi danışmamışam. Nə məktəbdə, nə orada, nə burada. Bunlar da bilirdilər ki, mən evdə heç nəyi danışmıram. Rahatca məni bullying eləyə bilirdilər də iş yerində. Və buna mən icazə verirdim. Problem buydu. Mən əgər icazə verməsəydim, onların ağzı nə idi mənə o şəkildə danışanlar? Əgər bir də eşidərəm. Çünki bu yüzden utanmırlar. Fərqi yoxdur, istəyir böyük olsun, istəyir kiçik olsun. Yəni o heç bir məndən o şəkildə danışa bilməzdi. Mən icazə verirdim sadəcə. Amma icazə vermirəm təbii ki şeylərə. Yəni hamısı qaldı o yaşımda. Bu işdən necə çıxdığımı danışım.
komanda yoldaşı, marketingdə olan. Dedi ki, bəs heç kəs kiminsə arxasıca danışmasın, hamı getsin, müdirə öz üzünə sözlərini desin. Desin ki, mən bundan şikayətçiyim, bundan şikayətçiyim, bundan şikayətçiyim. Mən də dedim ki, əla. Yəni çox sağ ol ki, bizə bu fürsəti tanıdın. Yəni mən də öz sözlərimi axır ki deyə biləcəm. Axır ki burada qalmayacaq da söz söhbətim. Çünki mən həmişə ortaya atıram söhbəti ki, ətrafımdakı komanda yoldaşlarım gedib çatdırsın. Çünki bilirəm ki, hamısı müdirlə işləyir, hamısının müdiri əlbirdir. Amma çatdırmırlar bir türlü, ancaq özlərinə sərf eləyən məsələni çatdırır. Dəfələrlə demişəm ki, maaş artırma haqqında danış öz yaxın iş yoldaşıma, amma o danışmayıb. Dəfələrlə də məni yola verib, çox sağ olsun. Hətta yadımdadır ki, hər dəfəsində mən maaş adı çəkəndə ki, yəni mənim maaşım qalxsın, maaşım artsın. Baxırdım ki, komanda yoldaşlarım, həmin o 2 şəxs, yəni 3 nəfərdən ibarət idi komandada. Komanda yoldaşlarım mənə deyir ki, nə maaş artırmaq, nə bilim nə. Gürürdülər ki, yəni sən nə iş görürsən ki, sənin maaşın artsın kimisinə. Yəni mən uşaq deyiləm, hər şeyi çox əla başa düşürəm. Çox gözəl başa düşürəm. Ex komanda yoldaşlarım, sizin həmin andakı mənə olan rəftarınız da çox amma ki, çox sayğısız və iyrənc idi. Buradan əgər izləyirsinizsə məni ki, mən bilirəm ki, izləyəsiniz. Yəni ayıb olsun. Başqa bir şey demirəm, ayıb olsun. Bunu bəlkə qıraqdan baxan insan deyə bilərdi ki, o niyə ona o qədər maaş verilsin? Amma siz komandanın içindəyiz və görürdünüz mən nə qədər şey işləyirəm. Onunla belə mənə az görürdünüz. Deyirdiniz ki, yox elə 800 sənə yaxşıdır. Nə 1000 manat, nə 1500 manat. Mən 1500 manat deyəndə bunlar mənə gülürdülər ki, mən heç 1500 almıram, sənə nə 1500 verirsin? Və yaxud da mən falan qədər almıram, sənə nə verirsin? Halbuki özləri məndən çox alırdı. Yəni 1500-dən də çox alırdılar. Bu da mənim içimdə qalmasını istədim. Bura tökmək istədim. Çünki nə vaxtsa bunu görsəniz, heç olmasa 2-3 saniyəlik utanmağınızı istəyirəm. Heç nə yox. Çünki mən sizə o cür yaxınlaşmamışdım. Mən sizlə o cür rəftar heç vaxt etməmişdim. Hətta sizin tərəfinizi belə tuturdum hər məqamda, hər olayda. Amma ki, gərək insan pis insan olsun, yaxşı insan olmasın. Sizinlə danışan müxbir Aydan Mehdizadə. Gələn görüşlərədək. Mitə gəldik, oturduq və həmin dediyim yeni gəlmiş qadın müdir başladı danışmağa ki, davay, kimin nə şikayəti var, hamı desin, şikayətlərə bir nəzər salınacaq, baxılacaq. Bu şikayətlərə əməl olunacaq. Yəni bir tədbir görüləcək şikayətlər. Biz önəmlidir bizim üçün falan filan. Hamı başladı danışmağa. Mən də dedim ki, mən işlərimi bəyənmirəm. Mən dedim, burada gördüyüm işlərin heç birini portfolyoya qoya bilmirəm. Çünki dedim, burada çox zəif işlər görürük, çox qeyri-professional, zövqsüz işlər görürük. Bu da başladı ki, başa düşmədim, Aydan, dizayner sizsiz də. Dedim, hə, deməli, onda indi belə oldu, hə? Yəni, mənə əmr verəndə ki, bunu elə, mütləq, bu istəyimdir, bu rəng olsun, mən onu eləyirəm və o iş pis alınır. Sən o işin pis olduğunu da görürsən ki, öz fikrinin pis olduğunu görürsən və mən bunu dilə gətirəndə bu mənim günahım olur onda. Dedim, bu mənim günahım deyil ki. Siz deyirsiniz, mən deyirəm də. Mən dedim, problem buradadır. Siz buraxmırsınız mənim öhdəliyimə ki, mən eləyim. Nə bəhanə tapdılar? Hə, Aydan 5 dənə nümunə elə bizə. Hər iş üçün 5 dənə nümunə. Dedim, siz məzənəlirsiniz məndən. Onsuz da iş çoxdur. Mən 5 dənə nümunəni hara eləyim? Mən burada 8 ayda işləyirəm, 7 ayda işləyirəm. Siz mənim stilimi əgər kəşf eləyə bilməmsinizsə, bu sizin probleminizdir. Sizin yaratdığınız bir çərçivədir ki, dizayner öz zövqünü göstərə bilməyib sizə. Videonu yarıda buraxmışdım, çünki atam gəlmişdi evə. Mən də sonra şəhərə çıxmalı oldum deyənəm. Video yarıda dayandı. Nəysə, qaldığım yerdən davam edəcəm. Çünki bu çox uzun məsələdir. Bilmirəm nə vaxt bitəcək, həqiqətən. Özüm də bilmirəm ki, tema harada bitəcək. Bana dedilər, Aydan, onda nə istəyirsən? Dedim, ya marketing menecer istəyirəm özümə. Ya da ki, kreativ direktor olar, art direktor olar, fərqi yoxdur. Yəni, mənim başımda olan bir insan olsun da. Yəni, çünki mən dizayneram. Mən senior dizayner belə olsam, mənim hedim olmalıdır. Yəni, departamentin bir şöbə müdürü olmalıdır. Yəni, bizdə bu yoxdur. Zaten departament yox idi, market departamenti yox idi. Adı vardı ki, güya ki, bura marketing komandası deyirdilər. Komanda yoldaşlarım elə bilirdi ki, mən drama queenəm. Amma ki, başa düşmürlər ki, mən profesional insanım. A diva, a young, beautiful diva. Bu iclasda öz ürək sözlərimi dediyimə görə biraz müdirlə dilləşdim. Müdir mənə dedi ki, bəs bəyənmirsənsə portfolyoya qoyduğun işləri, sən görürsən də o işləri. Yəni sən bəyənmirsənsə problem səndə də dedi. Yəni dediyim kimi mənim üstümə atmaqla. Yəni zaten o şirkətdə belə bir şey vardı. Heç kəs dediyim kimi məsuliyyətli insan deyildi. Hamı öz məsuliyyətini başqasının üstünə atırdı. Hamı öz səhvini başqasının üstünə atırdı. Yəni ki, çox belə bir bağçadır da, konkret yəni bağçaya düşmüşdüm. Yəni insanlar hələ elə təzə-təzə böyüyürlər. Yəni 30-40 yaşında insanlardılar, amma hələ bir öyrənməyiblər ki, əslində bilirlər, hər şeyi çox əla bilirlər. Sadəcə olaraq davranmaqdan çəkinirlər. Başa düşdünüz necə? Məsuliyyətsizdir bunda adı. Buradakı yeni gəlmiş HR-ı seçdilər ki, bu marketoloq olsun sizə. Mən də həqiqətən həyatımın şokunu yaşadım. Dedim, ayda, yəni. Əvvəl bərbad idik, indi vəbşi bərbad olacaq. İnsan sevmirəm ki, hansı insan ki, bir sahə üzrə bilgisi sıfırdır, amma özünü elə göstərir ki, sahə üzrə bilgisi çox 100%'dir.
Və bilgisi olan insanları da bloklayır öz aləmində ki, yox, bunlar danışmasın. Yəni o tip insan mənim zəhləm gedir. Yəni bilmirsənsə deyirəm ki, bilmirəm. Gəlin uşaqlar bir yerdə öyrənək, bir yerdə komanda olaq, bir yerdə bir şeylər eləyək. Amma bunda bu şey yoxdur. Bu elə deyirdi, mən bilirəm, mən falan yerdə işləmişəm, mən falan ölkədə yaşamışam, falan xarici ölkələrə gəlmişəm. Okey də qardaşım, yaxşı eləmisən. Əcəb eləmisən. Niyə indi sənə? Yəni medal mı taxaq boynuna? Bizdə belə iclaslar oldu, marketinqlə bağlı güya. Həmin o marketoloq qadın dediyim, çox belə egosunu proses şişirtmək üçün bizi iclasa çağırır da, konkret bir şey deyirəm. Huzurlu bir şəkildə pulumu qazanıb, işimi görüb evə getmək istirdim. Başqa bir məqsədim yox idi mənim o iş yerimdə. Nə qalmaqal, nə show biznes, nə davadalaş. Amma ki, elə bir şəkildə məni məcbur edirdilər ki, aydan dalaşsın, aydan əsəbləşsin. Çünki bu da bir planın parçası idi. Sonradan mən bunu bildim. Mən də işə gecikərdim, amma ki, axır vaxtlar çox gecikmirdim də. Uzağı 15 dəqiqə falan gecikirdim, 10 dəqiqə gecikirdim. Biraz gec gəldim, otağa girən kimi baxdım ki, qızı gördüm, kompüterini gördüm. Kompüterdən bildim ki, notebookdan bildim ki, bu dizaynerdir. Çünki üstünə nəsə də hansısa kursu bitirmişdi, onun stikerləri falan var idi. Mən də gəldim, oturdum səssiz şəkildə. Açdım kompüteri. Məndə bu arada kompüter idi, yəni sistem bloklu falan. Monitor idi. Açdım monitoru, başladım biraz işləməyə. Baxmıram hələ ki, yəni komanda yoldaşlarımın üzünə. Biraz belə işləyirəm. Deyirəm, bugünə nə olacaq iş? Falan şey, aydan. Yaxşı işləyirəm. Sonra keçdik, saat 10-da bizim iclasımız olurdu hər gün. Keçdik marketing menecerinin otağına, iclasa. Qızı mənə hələ də tanıtmırlar. Soruşuram ki, bu qız kimdir? Komanda yoldaşlarımdan. Deyirlər, nə bilim, güya da. Qızı mənə tanıtmırlar. Keçmişəm marketing otağına, bizim iclas otağına. Marketoloq qızı tanıtmır hələ mənə. Danışır elə. Bugünə iş budur, kampaniya budur, falan şey budur. Qızla not alır ha, hər şey. Mən də notu zadı buraxmışam başını. Heç not dəftərimi belə gətirmədim. Suyumu gətirib qoymuşam, pisiyor. Su içərək belə baxıram hamısına. Qızı mənə hələ ki tanıtmırlar. Yenə danışır. Axırda dedi ki, mən də qıza çox baxdım deyə dedi ki, Aydan, bu da bizim təzə bəs dizaynerimizdir. Köməkçi dizayner kimi gətirmişik sənə. Nə iş olsa səndə, çox iş olsa ötürərsən ona. Mən dedim, yaxşı. Mən də bunu yedim də, yəni, Yəni, o qədər qeyri-profesional yalancı insanlar idilər ki, mənim ağlımı sən, türklər demiş, küçümsüyürsən, mənə durub belə yalan danışırsan ki, bu bizim köməkçi dizaynerdir. Get ağlığı yığ başına, olmayan var, yox ağlığı da yığ başına, dilivi də saxla. Yəni, bu məni vəbşə əsəbləşdirdi, bu mövzu məni ümumiyyətlə əsəbləşdirdi. Mən dedim ki, fisyo, mən gedirəm, yəni iş axtarma. Bu arada hardan tutdular ki, mən işdən çıxacağam. Çox belə talihsiz bir an yaşadım. Bir gün həmin o marketoloq gəldi mənim yanıma ki, bəs falan işi görə, bəhmən işi görə. Mən də o sırada vakansiyalara baxıram və zibil monitor dondu, qaldı vakansiyada, qrafik dizayn vakansiyasında. Bu da gəldi, gördü bunu. Bir 3 saniyə falan səssizlik oldu. Sonra kompüter açıldı, mən keçdim işə. Və komanda yoldaşlarım bunu bilirdi. Qız kimdir, haralıdır, hardan gəlib, kimin nəyidir, kimin qohumudur. Və mən soruşanda ki, bu qız kimdir, mənə dedilər ki, mən bilmirəm. Yəni, dürüstcə çağırıb desəydilər ki, Aydan, biz səni artıq işləmək istəmirik. Biz başqa bir insanla danışmışıq, onu istəyirik gəlsin iş yerinə. Sən də yəni, bu müddət ərzində bir ay sənə vaxt veririk, bir ay ərzində başqa bir iş tap. Sən də çıx, biz də məmnun olaq, sən də məmnun ol. Mən həqiqətən deyirəm, yəni o qədər sevinərdim ki, mənə açıq şəkildə bunu deyiblər. Çünki o mən orada qalmaq istəmirdim. Yəni oraya üçün ölmürdüm də. Özlərinə dedim zaten. Dedim ki, mən bu iş yeri üçün ölmürəm onsuz da. Mən də buradan çıxmaq istəyirəm. Mən səndən neçə aydır burada çörək kəsirəm, işləyirəm, bir yerdə bir əmək qoyuruq. Sən amma gəlib mənə yalandan deyəsən ki, mən bu qızı tanımıram və sonradan bəlli olar ki, sən əslində bilirsən bu qız kimdir. Bu qızla işləmirsən əvvəl. Yəni iclasdayıq bir gün, marketing iclasıdır yenə və oturmuşuq. Mən ortada oturmuşam. Sağda solda digər komanda yoldaşlarım oturub. Mən belə promo marketing menecerinin üzünə baxaraq oturmuşam. Yəni biz belə üz-üzə oturmuşuq. Bu qadın başladı ki, daha yaxşı postlar eləməli idi, daha yaxşı Aydan, daha yaxşı kreativlik, daha yaxşı kreativlik. Mən də axıra əsəbləşdim. Dedim ki, kreativlik nəyə deyirsiniz? Belə aqressiv tonda. Bu da başladı ki, bəs nə bilim kreativlik yaratılır. Dedim ki, kreativlik üçün brief lazımdır. Mənə brief verilmir. Dedi, veririk də, Aydan, sənə veririk də brief. Dedim, brief o deyil, axı 2 dənə cümlə. Mən deyirəm ki, bu qadına marketing menecer. Deyirəm, mənə brief ver. Mənə yazır ki, yekə bir dənə qırmızı
kvadrat olsun. İçində də bir dənə filan şey yazısı olsun. Qalanı da sən özünü kreativliyinə buraxıram. Briefdir bu qardaş. Sən brief görməmisən. Brief birinci dokument faylda olur. Briefi açırsan, baxırsan, oxuyursan, analiz edirsən, notuva alırsan. Yəni ki, işləmədiyin bəllidir. Heç olmasa bəlli eləmədi. Ona deyən ki, mən brief yaza bilmirəm. ChatGPT-dən soruş. Yəni nə bilim, başqa bir əməkdaşdan soruş və yaxud da ki, ayda mən bilmirəm, sən özün elə. Məsəl üçün bunu deyən mənə, mən deyim ki, yaxşı, əla. Mən eləyərəm onda. Bilmir və mənə də günahkar çıxardır ki, sən yəni başa düşmürsən. Sən 2 dənə cümlə yazırsan orada, 2 cümlə də belə deyil, 2 kuplet və 4-5 belə sözlərdir də, vergüllə sözlər yazır ki, filan şey. Deyirəm ki, məsəl üçün bu günə post nə eləyim, yazıb ki, yataq otağı, qonaq otağı, kuxuna. Mən buna dedim üzünə ki, sən mənə brief verə bilmirsən. Bu əsəbləşdi, başladı öz işlədiyi yerləri sadalamağa mənə, özünü mənə isbat elətdirməyə başladı. Belə oturmuşam. Mənə deyir ki, mən qlobal şirkətlərdə işləmişəm, falan şirkətdə işləmişəm, bəhbən şirkətdə işləmişəm, o şirkətdə işləmişəm, bu şirkətdə işləmişəm. Sən bilirsən mən neçə il stajım var? Sən bilirsən mən haralarda işləmişəm? Sən bilirsən mən kimlərlə işləmişəm? Mən dedim ki, yox, mən bilmirəm. Sizin CV haqqında məlumatım yoxdur. Biz burada yarışmada deyilik, biz komanda yoldaşıyıq. Mən sizlə yarışmaya girim ki, mənə dedim, dəxlisi yoxdur, siz harada işləmişsiniz. Mənə brief lazımdır, mənə brief verə bilmirsiniz. Və belə də dedim. Bu coşdu. Mən dedikcə bu başladı, çünki əzildi axı. Yəni mən ona da əslində mən cəmaətin içində onu göstərdim ki, 3 nəfər də olsa, o 3 nəfərin içində onu göstərdim ki, bu insan bilmir ha cəmaət. Bu insanın başı çıxmır bu sahədən və bu insan yalancıdır. Bunu görün. Bunu göstərdim deyənə, bunun da chestinə dəydi və mənə dedi ki, Aydan dur çıx otaqdan. Mən dedim yaxşı. Durdum, qapını çırpdım və çıxdım otaqdan. Ben gidiyorum ya. Allah Allah. Yəni sən nə qədər ezik, nə qədər özgüvənsiz olasan ki, 20'li yaşlı bir insanla özünü müqayisə eləyəsən və deyəsən ki, mən səndən üstünəm. Mən bildim ki, işdən çıxacağam. Bir gün sonra mənə mesaj gəldi telefonuma iş yerində. Junior HR çağırır. Mən də gəldim yanına. Bu arada məndən 1 yaş balacaydı o qız. Çünki mən dedi ki, Aydan bu arayışı imzalayarsan da. Dedim, nə arayışıdır bu belə? Hə, oxu bir dənə falan. Baxdım ki, işdən çıxmayla bağlı arayış verilib mənə. Kim verib sizə bunu? Hə, bunu bəs filan kəs verib, yəni digər HR, bizim həm də marketing meneceri olan qadın. Xanım deyir, belə məsləhət görüb ki, bəs imzalayasınız falan. Dedim ki, bir dəqiqə qardaş, imzalayasınız nədir? Yəni məcbur imzalatırsan mənə. Üstünə getdim bunun. Bu dedi ki, yox, yəni məcbur nədir? Prosta yəni oxu, sonra istəyirsən imzala da. Mən də şəklini çəkdim ərizəni, belə arayışın və oxudum. Baxdım ki, işdən çıxma və yanvarın 10-una qədər uzatmaq şeyi var. Yanvarın 10-unda işdən çıxarılma kimi bir şey. 2 həftə mənə vaxt verirlər də. Belə baxdım arayışa, mənim xoşuma gəlmədi arayışın, yəni yazılışı. Biraz belə qanunsuzluqlar gördüm orada. Dedim ki, birinci bu attım da bunu yaxın bir rəfiqəmə. Dedi ki, bəs burada birinci müdürün imzası olmalıdır, sonra peçat olmalıdır, sən bunu imzalayasan. Səni bu şeylər olmadan necə imzalatmaq istəyirlər. Mən də götürdüm kağızı, getdim həmin o marketing meneceri, həm də HR olan. Getdim onun yanına, dedim ki, bəs bu nədir belə? Belə kağızı tutdu. Dedi, hə, Aydan işdən çıxmaqla bağlıdır. Belə dedim, nə səbəblə? Yəni bilirəm işdən çıxmaqla bağlıdır. O qədər yəni oxumuşuq, bilirik, yəni sözlərlə də Azərbaycan dilini bilirik. Nə səbəbdən işdən çıxardırsınız? Bu da dedi ki, çox aqressivsən, xoşuma gəlmirsən. Dedim, başa düşmədim, hansı qanunda, hansı konstitusiyada, kitabda yazılıb ki, bir işçi xoşa gəlməyəndə işdən çıxarılır. Yox, Aydan, sən çox aqressiv danışdın keçən dəfə məndən. Bunun chestinə dəyib və bu məni işdən çıxartmaq istəyir və çox da rahatdır ki, dizayner var, junior dizayner var, işləyəcək də, o Aydanı çıxarda bilərik. Siz aqressiv deyildiniz, siz dedim çox sakit idiniz həmin gün, siz dedim başladınız da mübahisəyə, mən sizinlə mübahisə eləmədim ki. Deyirsən, mənə dedin ki, dəxlisi yoxdur. Dedim, okey, dəxlisi yoxdur, vulqar sözdür, ya da ki, tərbiyəsiz bir sözdür, mən bilmirəm, bəlkə söyüşdü. Dedi, yox, o şəkildə danışmaq olmaz, deyə bilərdin ki, mənə aidiyyatı yoxdur. Dedim, nə dəxlisi var? Yenə dedim o sözü. Dedim, nə dəxlisi? Deyib, yenə deyirsən. Dedim, deyirəm də, qardaş, dəxlisi yoxdur sözü, Azərbaycan dili sözüdür və bizim lüğətimizdə var olan bir sözdür, hamının ağzında olan bir sözdür. Yəni ki, o qədər bəhanə belə, o qədər balaca idi ki, bəhanə. Yəni heç olmasa daha yaxşı yalan düşünə bilərdin də, vaxtın var deyib, arayışı bir gün sonra mənə göndərdin də. Sən bir gün vaxtın var, 24 saat sənin vaxtın var. 24 saat içində ChatGPT belə var idi də o vaxtı. Olmasa oraya yazıb soruşa bilərdin ki, mən nə yalan uydurum? Heç olmasa daha kreativ bir yalan düşünərdin də, başqa vaxt kreativlik istəyirsən. Mən də belə baxdım onun üzünə, dedim ki, yəni mən heç bir səhv eləməmişəm, heç bir tərbiyəsiz hərəkət də eləməmişəm. Belə baxanda siz eləmisiniz onu. Siz aqressiv danışmışsınız. Mən də sizin şirkət üçün ölmürəm də. Amma mən bunu imzalamayacağam. Mən özüm ərizə yazıb çıxacağam dedim və kağız atdım qabağına, çıxdım. Çıxdım, daha sonra abeddə düşdüm aşağı. Bizim məhlə vardı orada. 140-yə zəng elədim.
Mən sadəcə çaşan insanları yerində oturdan bir vətəndaşam. Və şikayətimi bildirdim. Dedim bu şirkət məni belə başıma oy açır. İndi də durub 2 həftə qalmış məni işdən çıxartmaq istəyir. Hansı haqla falan filan. İlk dəfə mən bir şirkət haqqında şikayətimi etdim. Çox da rahatladım. Əlimlə ərizə yazdım və mənə yenə mesaj göndərdi bu junior HR xanım ki, bəs Aydan gəl otağa falan ərizəni imzala. Gəldim. Daha doğrusu özü gəldi mənim yanıma. Yox, özü gəldi mənim yanıma. Ərizə qoydu qabağıma. Elektron vəziyyətdə yazılmış ki, bir dənə imza atsan, ad soyad yazıb, bir də tarix yazıb imza atsan. Hətta ad soyad ehtiyac yoxmuş, tarix və imza atmalıydım. Dedim bu nədir? Dedi bunu imzala da, yəni ərizə demədin, yazacağam ərizə. Dedim mən özüm öz əlimlə ərizə yazacağam qardaş. Yəni mən sənin nə edirəm ki, kağıza kağıza. Və mənə hamının içində qışqırdı ki, Aydan da elə də bunu yaz da falan filan. Dedim nə qışqırırsan üstümə? Mən toy bilməyəcəm, konsert bilməyəcəm, efir bilməyəcəm. Bax tutacağam belə başından söyləyəcəm. And içmişəm. Dedim nə qışqırırsan, buna danışıqdı mənlə danışdın. Çarsan sən, tərbiyəsiz. Belə dedim və çıxdı otaqdan. Ondan sonra əllə özüm ərizə yazdım. Ərizəni gəlib junior HR-ə verəndə junior HR dedi ki, bəs şeydir. Bu nədir? Dedim görmürsən nədir? Ərizədir də. Dedi bu şeydə dedim bu qanuna uyğundur. Vəkilimlə də məsləhətləşmişəm, atamla da məsləhətləşmişəm. Bu qanuna uyğun bir ərizə formatıdır. Bu da heç nə demədi. Dedim belə. Sonra hələ məni güya ki təhdid eləmək üçün mənə nə dedilər? Hə sənin gecikmələrini, izahatlarını bir bildiriş kimi qoyacağam simaya. Dedim niyə? Hə elə lazımdır. Dedim cəhənnəmə qoy. Nəysə uşaqlar oradan canım qurtuldu. Həmin gün ərizəni atandan sonra da mən rahat oldum, işləmədim falan. Nə tasvirlər deyirəm ki, verin başqa dizaynerə, mənim vaxtım yoxdur deyib portfolyomu yığıram. Bir hansı düzəldirəm, portfolyomu yığıram, CV-lər göndərirəm. Özüm üçün məşğulam ancaq, başqa heç kəs üçün işləmirəm. Daha sonra da bir həftə sonra oradan işdən çıxdım. Hamı ilə də sağollaşdım. Karma deyilən bir şey var ümumiyyətlə. Mən karmaya inanan bir insanam və bilirəm ki, karma əvvəl-axır onları tapacaq. Çox şükür edirəm ki, o cəhənnəmdən çıxa bildim və bunun üçün çox sevinirəm. İnanın ki, həyatım boyu o tip bir iş yeri olmayıb. Orada yaşadığım toksiklik, orada yaşadığım bullying, orada yaşadığım manipulyasiyalar, orada yaşadığım haqsızlıqlar heç bir iş yerində mənim başıma gəlməyib. Ora elə ki, pik səviyyədədir və buna 10 üzərindən 10 verirəm. Pis insanlar pislərlə daha yaxşı yola gedir də. Ona görə də pislərin orada qalması daha belə mənə yaxşı oldu ki, orada bir dənə də olsun yaxşı insan qalmadığı üçün çox belə içimə yatdı ki, yəni heç olmasa o insana əziyyət eləməsinlər kimisindən. Çünki həqiqətən neçə dənə insan gəldi ora təzə işə gəlməyə. Hamısı çıxdı ki, bura yəni normal bir yer deyil. Like etməyi, yorum yazmağı, abunə olmağı unutmayın. Və yorumlarda yazın görüm sizin başınıza belə iş şeyləri gəlibmi, ha vaxtsa belə bir və yaxud da kim işləyib həmin yerdə, kiməsə tanış gəldi həmin iş yeri, kim işləyibsə yorumda yazsın ki, mən də orada işləmişəm. Yəni